Əli Kərimli kimdir? Bəlkə də bir çoxları 1993-cü ilin iyulunda Milli Məclisdə Ali Sovetin sədri Heydər Əliyevə etiraz edərək baş verən hadisələri dövlət çevrilişi kimi qiymətləndirən siyasətçini 28 yaşlı Əli Kərimlini xatırlayır. Bizim bugün yaratdığımız tarix ondan ibarət olacaq ki, silahlı qüvvələr tərəfindən Azərbaycan Respublikasında artıq başlanmış dövlət çevrilişinin parlament yolu ilə başa çatması olacaq. Bəziləri üçünsə Əli Kərimli 1994-cü ildə Rusiya ordusunun yenidən Azərbaycana gətirilməsinə qarşı miting təşkil etdikdən sonra hakimiyyət tərəfindən cibindən qumbara tapıldığı iddia olunaraq saxlanılan siyasətçidir. İndi həmin siyasətçi 25 ilə yaxındır müxalifət partiyasının lideri kimi fəaliyyət göstərən Əli Kərimli özü dövlət çevrilişində ittiham olunur və haqqında dekabrın 1-də həbs qətimkan tədbiri seçilib. İttihamlara nə rəsmi açıqlamalar, nə də sübutlar sərgilənir. Azərbaycan Xalq Cəbhəsi bütün iddiaların partiyanın siyasi fəaliyyətini bitirməyə hesablandığını bəyan edir. İxtisasca hüquqşünas olan Əli Kərimli tələbə ikən 1987-ci ildə Yurd İctimai Birliyinin yaradıcılarından olub. 1992-ci ildən Xalq Cəbhəsini müxtəlif vəzifələrdə təmsil eləyib. 2001-ci ildə isə qurultayda partiya sədri seçilib. Milli Məclisin 1-ci və 2-ci çağırış üzrə 1995 və 2000-ci illərdə AXCP-nin nümayəndəsi kimi parlamentdə təmsil olunub. 2005-ci il seçkilərində Konstitusiya Məhkəməsi nəticələrini ləğv etdikdən sonra AXCP ümumən prosesin saxtalaşdırılmasına etiraz edərək parlamentə getməkdən imtina eləyib. Əli Kərimli 2003-cü il seçkilərində prezidentliyə namizəd olsa da, seçki ərəfəsində namizədliyini Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun xeyrinə geri götürərək onunla seçkilərə koalisiya alanda gedib. Əli Kərimli 2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri olub. 9 il əvvəl Prezident İlham Əliyev Əli Kərimli haqqında demişdi ki, dövlət katibi komsomolçuydu. Ondan sonra flügel kimi əqidəsini dəyişmiş və xalq hərəkətinə qoşulmuş. 90-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Hökumət təmsilçiləri isə Əli Kərimlini həm antimilli radikal müxalifətçi, həm də xarici qüvvələrin maraqlarına işləyən siyasətçi kimi göstərirlər. Onun liderlik etdiyi partiya zaman-zaman gah islamçılara çətir olmaqda, gah terror qruplaşması kimi tanınan Fəthullah Gülənçilərlə işbirliyində, gah da qərbə xidmət etməkdə ittiham olunub. Bu barədə hakimiyyətin nəzarətində olan medialarda mütəmadi olaraq qalaq-qalaq materiallar gedib. Əli Kərimli isə vaxtilə bu ittihamlara bir-bir cavab verib. Komsomol komitəsini 89-cu ildə hüquq fakültəsində dostlarımla birlikdə ləğv eləmişəm. Əgər münasibətim yaxşı olsaydı bu hökumətlə, bir dəfə onun atası dövlət başçısı idi. Parlamentə gələndə ayağa qaldı.